Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Sevgili qardaşlar, ən birinci həmişəki kimi Allaha bütün nemətlərinə görə şükürlə başlayıram. Həqiqətən də şükür etmək nemətləri çoxaldır. Allah Taala'nın bizə verdiyi böyük nemətlər var. Ən böyük nemət Allahı tanımaq, onu sevmək, onun dinini qəbul etmək və onu yaşamaq. Doğru yolda olmaq böyük nemətdir. Təsəvvür edin ki, bu dünyada Allahın sevdiyi bir yol var, seçdiyi bir yol var. Və onu getmək böyük bir nemətdir. Allah müvəffəq edir. Yəni, insan özü istəsə, ona çata bilməz, vara bilməz. Çünki Allah Subhanahu taala öz yoluna müvəffəq eləməlidir. Və sonra, sevgili qardaşlar, bilirsiniz ki, qiyamət günü yaxınlaşdıqca, hər gün qiyamət günü yaxınlaşır, qiyamət günü yaxınlaşdıqca fitnələr də çoxalır. Fitnələrdən də qorunmağın yolları var. Çoxdur. Biz həmişə onlardan danışırıq və bugün də istəyirəm ki, onlardan bəzilərini xatırlayım, xatırlatmaq möminlərə fayda verir. Əlbəttə ki, insan ən birinci çalışdığı şey nədir? İnsan özünü islah eləməlidir. Allah Teala da Quran-ı Kərimdə nə buyurdu? Dedi, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Özünüzü və ailənizi. Yəni, birinci özün, sən islah olmasın, nə sən ailən islah olmayacaq, nə özün islah edə biləcəksən. Sən özün islah olmamısansa, sən özün düzdürsənsə, necə başqalarını doğru yola yönəltə bilərsən, dəvət edə bilərsən. Və ona görə də insan birinci özündən başlamalıdır. Və ən böyük nemət ki, Allah Teala verib bizə, o da Quran-ı Kərimdir. Qurandan bərk yapışmaq. Quran həm zikirdir, həm doğru yolu göstərəndir, həm haqqı batıldan ayırandır. Həm bizə orada faydalar var. Və Quran daim sənin nəyin olmalıdır? Və bil ki, qəlbinin səsi, düşüncən Qurana bağlanmalı. Çünki Quran insanı faydalandırır. Hətta məsələn, keçmişdəki salihlərdən birisi deyir, mən deyir, hər Quran oxuyanda, yəni hissə oxuyanda, bir hissə oxuyanda görürdüm ki, daha da iman qalxır, bərəkət qalxır, vaxtımın bərəkəti olur. Və mən deyir, nə qədər çoxaltdıqca görürəm, bunlarda hamısı xeyr var. Yəni, bərəkət olur. Və deyir, hətta deyir, 10 cüzə kimi, yəni əzbərlədim, oxuyurdum. Nədə elə bil ki, onun elədim, bərəkətin görürdüm. Ona görə nədir? İbrahim ibn Abdülvahid Əl-Məqdisi, Diya Əl-Məqdisiyə nəsiyyət edir, deyir ki, çoxlu Quran oxu. Onu tərk eləmə. Bütün işlərin hamısı nə tələb edirsənsə, yəni əsas da elm, sənin üçün rahatlaşdı. Və mən də deyir, onu deyir, tərk eləmədim. Çox Quran oxudum. Hətta gördüm ki, deyir, onu oxuyub, yəni əzbərlədikcə, onunla məşğul olduqca, yəni hafizəm güclənir. Nə vaxt ki, onu oxuyuram, yəni yazı, hədis əzbərləmək daha da rahatlaşır mənim üçün. Qəlbim açılır. Və nədir? Ha vaxt ki, deyir, oxumuram, az oxuyuram, nədir? Çətinləşir mənim üçün. Yəni, Quran oxumaq, nədir? Birinci Allahın zikirdir. Allahın kəlamıdır. Yəni, bu da əgər bizdə olan qeyri-məxluq nədir? Qurandır. Birbaşa Allah Subhanahu taalanın kəlamıdır. Yəni, Quran Allahın kəlamıdır. Bu vərəqdir, mürəkkəbdir, bunlar məxluqatdır. Kitabdır, yəni çap olunan kitablar məxluqatdır, onlar yəni məxluqdur, xalq olunur. Amma Allahın kəlamı, Quranın özü ərəb dilində nədir? Allahın kəlamıdır. Və ondan çıxıb və ona da qayıdacaqdır sonda. Yəni, bilirsiniz ki, qiyamət günü Quran artıq qalxıcıdır. Yəni ki, Allaha tərəf və o Qurandan olmayacaq. Və bilirsiniz ki, yəni dində olmayacaq və Kəbədə olmayacaq. Düzdür, insanlar sevinirlər ki, yavaş-yavaş bəziləri var. Deyir, abi, birazdan heç din də olandır. O bədbəxt bilmir ki, din olmasa, Allahın rəhməti olmasa, heç kəs olmayacaqdır bu dünyada. Artıq qiyamətdir. Dəhşətli şeylər oldu. Allah bizi qorusun. Və buna sevinmək olmaz. Əl-mühim, Quran-ı Kərim nə qədər ki, bizdədir, böyük bir mərhəmətdir. Allah Subhanahu rahatlaşdırır. İndi şükür Allah görürsünüz, Quran-ı Kərimi çap olunur. Quran-ı Kərim rahat bir şəkildə yayılır. Quran-ı Kərim, əlhəmdülillah, məscidlərdə dərs olunur. Yəni, əlhəmdülillah, şükür Allah, Allah dövlətimizi qorusun, xeyr üzərində eləsin. Yəni, müstəqil olmaq böyük nemətdir. Allah Teala bizə bəxş edib. Hər yerə bu nemət verilən bir şey deyil. Şükür Allaha, bugün
Yəni, əlbəttə ki, yavaş-yavaş, yəni hər şey yoluna düşür, şükür. Və ona nə deyir? Allah Subhanahu Quranda buyurur ki, "Kəzəlikə linusabbitə bihi fuadəkə." Yəni biz bunu deyir, Quranı sənin deyir, qəlbinin nədir, möhkəmləməsi üçün nə edirik? Nazil etdik. Sənə öyrədirik ki, qəlbin möhkəmlənsin. Yəni imanın qalsın, axirətə iman, bu dünyada güclü mömin olasan və hər bir keçən yıl sənə təsir eləməsin, azdırmasın. Allah Teala Quranda nədir? Sabit qalmaq üçün nədir? Quranın dedi ki, yəni ki, Rasulullah sallallahu əleyhi və səlləmin qəlbi nədir? Sabit qalsın. Və həmçinin peyğəmbərlərin sirasını oxumaq, yəni həyatın, hekayələrin və həmçinin ən əsasda Rasulullah sallallahu əleyhi və səlləm, Muhammed sallallahu əleyhi və səlləmin həyatını oxumaq. Mütləq şəkildə müsəlmanlar onu oxumalıdır. Çünki Rasulullah sallallahu əleyhi və səlləm yəni bu dini gətirəndə, yəni Allah tərəfindən yayanda, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm seçdi və o da nətər deyir, Allah Teala Quran-ı Kərimdə Allah bilir deyir, risaləsini hardan seçmək lazımdır, peyğəmbərin hardan seçmək lazımdır və kimləri göndərmək lazımdır. Düzdür, bu millətçilər var, problemlər yaradırlar. Elhamdülillah, yəni burada Allah Teala yəni onları seçməkdə onları üstün görür. Elhamdülillah, yəni bununla barışmaq lazımdır. Təkəbbür eləmək lazım deyil. Və özdə onların həyatına baxsam, bədəvi ərəblərin, kör ərəblərin, elmdən uzaq olan, çöllərdə yaşayan adamların birdən-birə görürsən, nə cür dünyaya, məsələn, tarixi oxusan, görərsən, mədəniyyət, elm, insanları doğru yola, dinə dəvət eləmək, insanlara ibadət etməkdən, insanları bütlərə ibadət etməkdən və çirkin əməllərdən uzaqlaşdırmaq üçün Allah Subhanahu taala onları seçdi. Yazıb oxumayan bir peyğəmbər seçdi. Yəni, onlar hamısı möcüzədir. Baxmayaq ki, bugün dinimizi ləkələyirlər, danışırlar. Əfsuslar olsun ki, əsas məsələ ondadır ki, problem biz müsəlmanlardadır. Biz öz dinimizi doğru düzgün öyrənə bilmirik. Biz öz dinimizi doğru düzgün əməl eləyə bilmirik. Səbəb nədir? Cahillik. Qurandan uzaq düşmək. Rasulullah sallallahu əleyhi və səlləmin yolundan uzaq düşmək. Onlar hər zaman, hər bir şeydə bizə nədir? Təsir edir. Və Allah Teala Qurandan nə buyurur? Və kullən naqussu aleyka min anba'ir rusul ma nusabbitu bihi fuadak. Biz sənə deyir, o peyğəmbərlər haqqında danışırıq ki, bu məlumat veririk ki, Quranda sənə onlar haqqında, görürsən Quranda bunlar haqqında danışılır. Səbəb nədir? Səbəb yəni sən nədir? Möhkəmlənəsən deyə. Yəni qəlbinin nədir? Tam yəqinliklə dolsun deyə. Nə üçün? Çünki hər bir peyğəmbərin indi o haqda indi danışıq uzun olar. Yəni bilirsiniz, Musa əleyhissalam, İsa əleyhissalam, onlar nə üçün gəlmişlər? Həm hər biri gəlmişlər, bircə şeyə birinci dəvət edirlər. Allaha, başqa şeylərə yox, Allaha ibadət etmək lazımdır, yalnız. Və ondan sonra ədəb və əxlaq, doğruluq, düzgünlük, ədalət və s. Və onların başına nələr gəlirdi? Və yəni onları sənə danışırıq ki, sən də sabit olasan, düşməyəsən onlara, aldanmayasan bu dünyaya. Yəni Rasulullah sallallahu aleyhi ve sellem ən gözəl nümunədir. Məsələn, Rasulullah sallallahu aleyhi ve sellem istəsəydi, saraylarda yaşaya bilərdi. Düzdür, çünki yəni, müsəlman ilk İslam dövlətinin başçısıydı. Və onun üçün də hətta təklif edirdilər ki, məsələn, sənin üçün bu xurma o dağların üstə niyə yatırsan? Sənin üçün də yaxşı bir taxt düzəldə yatmaq üçün də o Rumlular yatırlar qızıl taxtadır. Sənin üçün də deyirlər, yəni bir gün gülvarisini eləyək. Deyirsən, istəmirsən ki, yəni dünya olarla axirət bizim olsun. Yəni istəsəylə eləyə bilərdi. Və bu günləri İslamı qəbul edənlər hamısı nədir? Buna görə qəbul edirlər. O nümunəyə qoydu bizə. Rasulullah sallallahu aleyhi ve sellem. Deyir, biz onun həyatına baxdıq. Qeyri-müsəlmanlar İslamı qəbul edir. Həyatına baxdı, o deyir, o həqiqətən də peyğəmbərdir. Çünki onun hər bir imkanı var idi. Amma deyir, onları nə eləmədi? Eləmədi. Və nədir? Rasulullah sallallahu aleyhi ve sellem ən gözəl nümunədir. Və Məkkədən çıxdı. Məkkə onun ən sevdiyi şəhəri idi. Nəyə görə çıxdı? Dinə görə. Yəni, həmişə din birincidir. Din olmasa insan, yəni, insanın için, qəlbin təmizləyən, düzgün, dürüst eləyən dindir. Yəni, ona əməl etmək lazımdır. Və görürsən, öz doğulduğu yeri tərk etdi. Və öz yaxınlarını tərk etdi. Qurayşdan idi. Mədinəyə hicrət elədi. Nə üçün? Dinə görə. Və nə əzablar, əziyyətlər çəkdi. Və nədir? Onların həyatına baxırsan, zamanca bugün nətərdir? Bir dənə işıq sönəndə həmən başlayır danışmağa, söyməyə. Bir dənə su kəsiləndə başlayır, qaz kəsiləndə. Yağış yağmayanda başlayır dövlətin əleyhinə danışmağa. Yağış kəsilir, buna nə dövlət, nə yağmır?
Elhamdülillah, günahlara görədir. Bunu fikirləşmək nəyə görə bizə yağış yağmamalı? Bəziləri deyir ki, abi kafir ölkəsindəyəm mən, burada gecə gündüz yağış yağır. Allah Subhanahu taala dünyanı onlara verib, çünki onlar üçün axirətdə və mə ləhum fil axirəti min xalaq. Onların axirətdə heç bir payı yoxdur. Yəni çox yağmaqla da bir şey olmur. Əsas odur ki, yəni o keçmiş salihlərdə nə deyir? Deyir, yağışın çox yağdı, yağmasına baxma deyir. Yəni yağmasa da Allah təala ruzinə bax deyir, ruziyə. Yəni çox yağsa da ruzi ola bilər, heç yağmasa da ruzi ola bilər. Ruzi olmasa, yağmasa da olandır, yağsa da olandır. Və bilirsiniz ki, qiyamət günü, yəni yağışlar o hədis uzundur. Yəni yağışlar yağacaq, ancaq heç nə bitməyəcək. Və yaxud da quraqlıq keçəcək, yenə heç nə bitməyəcək. Allah bizi qorusun. Və ona görə də bütün peyğəmbərlərdən yəni sənə danışırıq ki, yəni sən deyir, möhkəmlənəsən, möhkəm olasan, qəlbin sabit qalsın, sabit olasan. Və həmçinin biz də görürsən imtahana düşürük. Və bu günləri görürsən ki, məsələn rahatçılıq, görürsən ki, insanlar nəyə görə məsələn fitnəyə düşür? Nə üçün? Fitnə əhlinə oturub durur. Nəyə görə? Dünyaya görə. Dünyaya görə. Dinə görə yox. Dünyaya görə oturur. Və dünyaya görə fitnəyə düşür. Dünyaya görə nədir? Nəyə görə bir-birinə düşmən kəsirlər? Dünyaya görə. Dünyaya görə nədir? Bir-birinə nədir? Yola gedmirlər. Amma dəstələrə bölünürlər hamısı. Bir-birinə nifrətlə. Bir görürsən, bir gün bir yerdədirlər, səhər bir görürsən ki, nəsə düzgənlik bir-birinə düşməndir. Və ona görə də nədir? O keçmişdəkilərdən nədir? İbrət almaq lazımdır. Və xüsusən də peyğəmbərlərdən və xüsusən də Muhammed sallallahu aleyhi və səlləmdən. Və həmçinin elm öyrənmək, əməl etmək. Bəlkə elm öyrənmək, yox, ona əməl, öyrəndiyinə də əməl etməlisən. Əgər öyrəndiyinə əməl etmirsənsə, heç bir faydası yoxdur elmin. Mütləq şəkildə. Elm əli silahlı əskər deyil. Namaz əli silahlı əskər deyil. Sədəqə vermək əli silahlı əskər deyil ki, səni günahlardan çəkindirsin. Sən ona qəlbinin gücünə iman gətirməlisən. Və qəlbinin gücünə onu bildiyi əməl etməlisən. Odur səni saxlayan. Allahdan qorxu, yəni o qorxu ki, sevgi ilə bərabərdir. Və Allah Subhanahu taala gör nə qədər sənin etdiyi günahlara baxmayaraq, sənin üçün yenə də tövbə qapısı açır. Həmişə gecə deyir, tövbə etsəniz, gündüz etdiyiniz bütün günahları bağışlayaraq. Gündüz tövbə etsəniz, gecə etdiyiniz bütün günahları bağışlayaraq. Siz mənə qarşı bir qarış gəlsəniz, mən sizə nədir, bir dirsək gələrəm. Siz mənə tərəf gəzə-gəzə gəlsəniz, mən sizə tərəf yüyürə-yüyürə gələrəm. Subhanallah. Yəni Allah Subhanahu taala həmin qəbul edir. Və insan nədir, çalışmalıdır ki, öyrəndiyinə əməl etsin. Yəni əməl etməlidir. Məsələn, bəzisi deyir, bu namaz qılır, bu düzələmə daxil. Namaz qılır. O tələb olunan namaz deyil namaz. Nə üçün bəs salihlərimiz nə edirdi? Keçmişdəkilər həmişə qorxardılar. Nəyə görə? İbadət eləyib adam. Məsələn, iman gətirib, axirət qazanmaq istəyir. Düz olsun hər birisi, danışığında, əməlində, sözündə ki, ləkə gəlməsin imanına. Ləkə gəlməsin. Təmiz olsun, aydan arı, sudan duru, nətər deyirlər. Təmiz olsun, pak olsun. Fikir verirsiniz, bəzi hadisələr oldu. Rasulullah sallallahu aleyhi və səlləmin vaxtında kaş bundan sonra İslamı qəbul edir. Yəni, o həyatında o ləkə olmayaydı, o xata olmayaydı. Məsələn, o Usama bin Zayd, la ilahə illallah deyən adamı öldürür. Rasulullah sallallahu aleyhi və səlləm deyirsən, deyir, la ilahə illallah deyən adamı öldürmüşsən. Sən la ilahə illallah deyən adamı öldürmüşsən. Deyir, o qədər Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, deyir, dedim, kaş İslamı bundan sonra qəbul edim. Yəni, o olmayaydı mənim həyatımda. Qorxurdular. Amma sən deyir, adam 60 il ibadət edir, amma namazı qəbul olmur. Nəyə görə? Deyir, çünki rüküsünü düz eləməyib, səcdəni düz eləyib, ya səcdəni düz eləyib, rüküsünü düz eləməyib. Amma sən elə bilirsən ki, sənin namazın qəbuldur. Və əməl də etmək lazımdır. Yəni, insanı çəkindirən namaz, Allah Taala'nın nədir? Elə bil ki, məsələn, həcc ziyarəti, bir yerə toplanmaq üçün gedib orada həcc ziyarətində bir abudçılıqdır. Gedib görürsən, biri qara daşa paltar sürtür, biri özünü daşa sürtür, oradan nəmnətsə torpaq gətirir, yəni təbərrük edirlər. Halbuki ora yerdir sadəcə. Allah Taala işarə buyurduğu yerlərdir. Başqa heç bir fəziləti yoxdur oranın. Yəni, nəsə insana sağlamlıq versin, nəsə versin, yoxdur. Yəni, xəstələrə şəfa verən də, ruzi verən də Allahdır. Və görürsən, cahillik. Yəni, elm yox, əməl yox. Elm var, düzgün deyil. Elm var, əməl eləmir. Əməl var, elm yoxdur. Həmsi qarışır. Elm və əməl nədir? Doğru və düzgün elm olmalıdır o da.
وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدُّ تَثْبِيتًا. Əgər onlara nəsihət olursa, ona əməl etsələr, onlar üçün daha xeyirlidir, sabit qalmaları üçün. Nə bizə əmr olunursa, onlara əməl etmək lazımdır, sabit qalmaq üçün, fitnələr vaxtı. Daha fitnələr vaxtı ondan ona çatdırmaq, bundan buna çatdırmaq, qarışmaq, söhbətlərə, bütün daha da qızışdırmaq. Bunların heç bir mənası yox. Zərər gətirir. Bizim gələcəyimiz üçün də zərərdir, övladlarımız üçün də zərərdir, yaşadığımız yer üçün də zərərdir. Yəni fitnələrlə dolu olan bir yerin bir gün partlayan bir günü var. Yəni öz başımıza düşən bir günü var. Yəni Allahdan uzaq düşmək olmaz, günahlar eləmək olmaz, dedikodu eləmək olmaz. Allahın sevmədiyi bir şeydir. Qiylə qalə. Və fitnə vaxtı nədir? Nəyə vururlar əsasən də həmişə? Hansılar ki, onlar mültəzimdirlər, onlar dinlərində sabitdirlər, onlar möhkəmdirlər, onları vurarlar həmişə. Yəni onlara baxarlar ki, o neynədir? Yəni bir dənə nəsə bir xırda bir şey eləsə, böyütsünlər onu. Halbuki əslində qalsa bütün fitnənin başında başqaları dayanır, o fitnə əhli dayanır. Allah bizi qorusun. Ona görə də nədir? Sənə nə əməl elmdir, ona əməl etməlisən. Və sənin nəsihət olub, sən ona neynəməlisən? Əməl etməlisən. Və həmçinin dua etməlisən. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ən çox etdiyi dua idi. Ya müqəlləbəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, Allah Teala'ya dua edirdi ki, mənim qəlbimi dinində sabit elə. Və dua etmək hər bir müsəlman üçün. Yəni, müsəlman özü üçün dua etməlidir, ailəsinin. Sizin ən aciziniz duada aciz olandır. Dua hər bir insan eləyə bilər. Qadın da, kişi də, balaca da, böyük də, xəstə də, zəifdir, gücü də hamısı. Eləyə bilər. Və dua etmək ki, sən sabit qalasan. Və Rəsulullah sallallahu aleyhi ve sellem ən çox etdiyi duadır. Və Allahdan sabit qalmaq istəyir. Yəni, həmişə dua etmək, ruzi də istəmək, əmnəmanlıq istəmək və s. Hər bir şeyi üçün gələk dua eləyəsən ki, Allah subhanahu ta'ala səni neynəsin, bağışlasın və sənə yardım etsin. Yəni, ən güclü müminin nədir? Qalasıdır, qorunmaq üçün. Ən güclü silahdır mümin üçün. Dua. Və ona görə də hətta qadarı dəyişir dua. Qadarı dəyişir. La ilahə illallah. Və ona görə də Resulullah sallallahu aleyhi ve sellem hətta deyir ki, övladlarımız mağlubsun deyib bəddua eləmin. Mələklərin amin deyən vaxtına şükür qəbul olar. Bir daha əsəbləşərsən, deyərsən, heç ürəkdən deməzsən. Amma amin deyən vaxtda şükür qəbul olunar, gedərsən, məhv olarsan, həyat bütün məhv olarsan. Ona görə də gör nə qədər duanın gücü var. O duada dua eləmirik. Hətta bəziləri var, deyir ki, mənim üçün dua eləyərsən. Bir pul da verin, mənim üçün gedən dua elə. Yəni özü eləmək istəmir. Saatlarla yol gedir, dua eləmir. Saatlarla oturub laqqırtı vurur, söhbət eləyir, boş-boş. 5 dəqiqə əllərini qaldırır, 1 dəqiqə əllərini qaldırıb dua eləmir. Çünki Allah subhanahu ta'ala bu Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim əllərini qaldırıb dua eləyərsə, Allah ta'ala onları boş qaytarmağa həya eləyir. Təsəvvür edirsən, əlini qaldırıb istəyirsən. Yəni ona görə çoxlu dua etmək lazımdır. Həmçinin salih insanlarla oturub durmaq. Salih insanlar, yaxşı insanlarla. Yəni heç vaxt, heç bir dövrdə, keçmişdə xüsusən, yəni hər bir məsələdə nədir? Məsələn, məsləhət görərdilər ki, filan kəslə oturma, filan kəslə durma. Yəni ondan sənə xətər gəlir. Amma bugün əksinədir. Hələ fitnə əhlindən daha çox yaxın olmağı tərcih edirlər. Hər adam fitnətsə, adam fitnəkarsa, adamda şər varsa, adamda problemlər varsa, nəyə görə nəsihətə qulaq asmırsan? Və ondan uzaq durmaq lazımdır. وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ. Allah Teala deyir ki, o kəslər ki, gecə-gündüz Allaha dua edirlər, bağışlanma istəyirlər, onlarla bir yerdə ol. Sən deyir, nədir? O dünyaya bağlı olanların dalınca getmə. Onları tərk eləmə. Xeyr insanı, salih insanları tərk edib, yəni kasıbları, hansılar ki, onlar gecə-gündüz Allaha bağlıdırlar, onları tərk edib getmə. Hansı surə ki, tərcümə günü oxuyursan? Kəhf surəsi. Tərcümə günü oxuyursan, amma əməl yoxdur. Ona görə salih insanlarla oturub durmalısan. Sənə xeyrini tövsiyə eləyən, yaxşı şeyləri tövsiyə eləyən. Yəni, insanlar bugün hamısı soruşur ki, niyə görə belədir? Belə olacaq da, yəni budur, söhbət belədir, vəziyyət budur ki, bu hal budur, bu haldır ki, ona görə hamısı problemdir. Hamısı istəyir xeyir, amma xeyrə çatmaq olmur. Ona görə İbn Məsud radiyallahu anh deyir ki, çoxlu xeyr istəyən var ki, xeyrə gedib çatma. Çünki xeyrə getməyin yolları var, xeyrə getmək üçün belə nə edəsən, o yolu, doğru yolu, düzgün yolu seçib gedəsən. Və həmçinin insanlar ancaq, əlbəttə ki, bu həmişə olub və olacaq da, yəni hamısı varlı ola bilməz.
Hamısı güclü ola bilməz. Yəni kasıb da olur, ehtiyaclı da olur, sıxıntıya da düşən olur, varlı olub kasıb olan da. Bu dünya belədir. İmtahandır, sıxıntıdır, çətinlikdir. Yəni hamısı xəyallarla danışır. Yəni hamısı dünya üzərində. Və hətta görürsən ki, gedir məsələn xarici ölkələrdə oturub məsələn öz ölkəsini pisləyirlər. Yəni bir dənə dəlil var ki, burada çox maşallah. Yəni də hesabla görək ki, o görə evdə bir 2-3 dənə uşaq saxlasa, qoca atasının anasına da baxsa, görə onun aldığı maaş ona ayın axırında yox, 15 gün bəs edəcəksə. Yəni onu ölçülmür. Onu ölçülmür. Yəni əlbəttə sıxıntılar olur, çətinliklər olur. İnsan bunları yəni başa düşməlidir. Və heç vaxt da varlıqla nə olmur. İnsan o dərəcəyə çata bilmir. Və ona görə də nədir? Salih insanları tərk etməməlisən. Salih insanlarla oturub durmalısan. Və həmçinin sədaqə verməyi çoxlu, malından yardım eləməlisən həmişə. Və o ümumiyyətlə cəmiyyət üçün yaxşıdır. Həm sənin üçün. Onlar nədir? Sədaqə haqqında yəni mövzulara qulaq asmışsınız. Onların çox faydaları var. Və ona görə ki, sən ondan çoxlu nədir? Savab qazanırsan. Allah Subhanahu taala da sənə xeyir qapıları açır. Mən vəlləzi yuqridullaha qardan hasanan yudaafahu lahu ad'afan kəsira. Kimdir Allaha borc verərsə, yəni Allaha yolunda sədaqə verərsə, müsəlmanlara kömək edərsə, Allah Subhanahu taala onu eləyər ki, çoxaldar. Və dövlətin çoxalması səbəblərdəndir. Nədir? Görürsən ki, insanlar əksinə fikirləşir ki, mən sədaqə versəm kasıblaşaram. Xeyr, 7-dən 700 dəfəyə qədər Allah taala çoxaldır. Ona görə də sədaqə vermək, yardım eləmək, kömək eləmək, xeyir işlərdə və qiyamət günü əlamətlərindəndir. Mal-dövlət çoxalacaq, xəsislik çoxalacaq insanlarda. Yəni səxavətli insanlar olmayacaq. Ona görə də inşallah çalışmaq lazımdır ki, çünki malı insan çox sevir. İnsan övladının təbiətindədir. Yəni mal yığmaq, toplamaq, sevmək çox sevir onu. Nətər ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir insanın bir vadi qədəri qızılı olsa ikincisini istəyər. Daha torpaq onun gözünü örtər. Yəni ölümü gələr, ondan sonra onun istədiyi diyanar. O insanındır. Amma o dünya malını nəyə görə sədaqə? Çünki insanın sevdiyi bir şeydir. Ondan verəndə Allah yolunda. Elə könül xoşluğuna verəsən. Hər adamın işi deyil. Hətta bəziləri deyir ki, mənim neyimə qalıb. Yox, sənin varlıqların haqqı var. Kasıbların haqqı var varlığın boyunda. Yadda çıxarma. Allah taala sənin var-dövlət sənin deyil, heç kəs apara bilmir. Kim apara bilir? Verib sənə ki, sənə baxasan, ondan nə cür edəcəksən. Və onların haqqı var. Və həmçinin çoxlu zikr eləmək və çoxlu istiğfar eləmək, bağışlanma istəmək. Həmişə. Və Allah taaladan ən çox da afiyət istəmək. Afiyət nədir? Sağlamsan, evin var, ailən var, yeməyin, içməyin varsa, Allahdan afiyət istə. Afiyət nədir? Sağlamlıq. O yığdıqlarını xeyrə xərcləmək və bu dünya üçün xeyir olsun, axirət üçün sənin üçün xeyir olsun. Bunları istəmək. Həmsə nəsəllahu'l afiyyə. Allahdan bağışlanma istəyirəm, afiyət istəyirəm. Həmişə bu sözü deyir. Əgər bu günləri sən rahat yeyə bilirsənsə, cihazlarla səni yedizdirmirlərsə, afiyətdir. Əgər sən bugün rahat oturub dura bilirsənsə, afiyətdir. Və bugün sənin istəyinin varsa, çöllərdə deyirsən, qarın yağışının altında deyirsən, afiyətdir. Və s. sayılır da qurtarmaq olmaz. Və ona görə də inşallah, həmçinin də Allah Subhanahu taala buyurur ki, olar ki, nə qədər Allahdan tövbə edib, bağışlama diləyərsə Allah Subhanahu taala bəla göndərmə. Təkəbbürlük eləmə bunu. Allah Subhanahu taala qarşısında sən zəifsən və Allah taalanın qulusan. Nə qədər də yəni özü böyük sayırsan, yekələnsən də heç vaxt dağlara belə çata bilməzsən. Heç vaxt. Heç nə eləyə bilməzsən. Günəşi batdığı yerdən çıxarda bilməzsən. Heç nə eləyə bilməzsən. Yəni acizsən. Elhamdülillah. Ona görə də həmişə Allahdan bağışlanma istə, yəni tövbə elə, Allaha qayıt, bilə-bilə etdiyin, bilməyib etdiyin günahlardan və s. Ona görə də Allah Taala'dan nə deyir? Həmişə bağışlanma istə və çoxlu zikr elə. Yəni zikr etmə insanı rahatlaşdırır. Yəni bunları biz müəyyən bəzi şeylər danışırıq. Bunları eləsə insanın fitnəyə düşməyə, fitnəyə vaxtı qalarmı? Yox, olmaz. Ancaq elə özünə məşğul ol. Hər kəsə özünə məşğul olsa, heç bir problem də olmaz bu günlərdə. Ona görə çalışmalıyıq ki, yəni Allah Taala'nın bizə verdiyi bu nemətləri dəyərləndirək. Qiyamət günü cavab vermək var, hər şeyə görə. Sağda və solda oturanlar hər bir şey, nə danışırsan yazır, nə inirsən yazır, hara gedirsən yazır. Onu heç kəs poza bilmir. Və o gün gələcək, sən o dilavə görə, nə deyir?
Vay, bu kitab deyir, heç bir yazılar, heç bir şey buraxmır ki, nə xırda, nə bir dənə böyük. Hər şey yazır. Hər şey. Sadəcə insana müəyyən bir vaxta qədər Allah Taala vəd eləyib, bu elə bil ki, həmişə belə olacaq. Yox, sənin vaxtın var. O vaxtdan düzü səmərəli istifadə elə. Və Allahdan istəyirəm ki, Allah Taala bizi eşidib, bilənlərdən, faydalananlardan etsin. Allah Taala bizə həmişə xeyir qapıları açsın. Allah qohum məğribimizə, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yolu yönətsin. Allah kəlməmizi, səhvlərimizi, qəlblərimizi birləşdirsin, bir etsin. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Allah Taala ölkəmizin əmin-amanlığını qoruyan qardaşlarımızı qorusun. Allah Taala ölkə başımızı qorusun, onun xeyirlərində etsin, ona güc versin, qüvvət versin, işlərini həmişə xeyirli etsin, bizim üçün xeyirli etsin, sağlamlıq versin. Allah bütün müsəlmanlara kömək olsun, xəstələrə kömək olsun. Allah Taala bütün çətinlikdə olanlara, çətinlikdə olanlara yardım etsin. Borclu olanların borcunu qaytarmaqda yardım etsin. Allah Taala bizi xəstəliklərdən, bəlalardan qorusun. Allah bizə həmişə xeyir qapısı açsın. Allah razı olsun. Subhanakallahumma və bihamdik. Nəşhədə an la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun. Allah razı olsun.